Salam əziz izləyicilərim, necə üstünə varını yox. Bir dənə 6 sotun içində özünə həyətli bacalı ev axtaranlar var ha. Gəlsin bu evi alsın. Həqiqətən çox hündür ərazidir. Demək olar qayanın üstündə tikilib bu ev. Bünövrəsi, kəməri, zadı hər bir şey var ha. Yəni ki, evimiz çox hava çəkən yerdədir. Özü üçün şəxsi tikili. Evimizin içində yüngül tamamlama işləri qalıb. Azad gözləsə biz indi, Azad gözləsə. Azada bir dənə 2 kəlmə verərdim ki, danışsın bu ev haqqında. Həqiqətən mənim çox xoşuma gəldi. Azad necədir qardaş? Ev möhtəşəmdir, super. Yerləşmə yeri super. Yaxşıdır da. Bir dənə hava yel əsir yuxarıda, o bayaq dayanmışdım orada. Bir dənə yel əsir, super. Bir dənə çəkib göstərərsən izləyicilərimizə görsünlər bu evi. Həqiqətən tələsin bu evi almağa. Dosta, qardaşa qismət olsa ev deyirlər. Həqiqətən bu o evdir də. Yəni evin keyfiyyətini də özünüz görəcəksiniz. İsti döşəməsi necə var? Yüngül tamamlama işləri qalıb da evdə. Bir dənə Azad çəksin evimizin arxasını. Arxasından, solundan, sağından hər tərəfinə keçid var. Evimiz də yerləşir Maşdağa qəsəbəsində 290 nömrəli məktəbin arxasında. Demək olar qapısına necə asfaltdır. Asfaltdan 50 metr məsafəsi var. Sənədimiz indidən deyim də bələdiyyə sənədidir. Amma bütün sayğacları quraşdırılıb, yəni təzə bələdiyyə deyil, köhnə bələdiyyə sənədidir. Azad çək qardaşım bir dənə. Bir dənə buna baxın, bir dənə buna baxın. Dediyim kimi var. Bir dənə mənzərəyə baxın. Elə bir nə bilim, Xızıdasan, oturmusan. Şəhər qalıb da ayağının altında. Bax Maşdağa kəndidir. Burdan inanırsınız evin arxasına fırlansaq, şəhərə kimi görsənir. Yəni Bakı şəhəri qalır ayağımızın altında. Asfaltdakı qapının 20 metrliyinə. Bəli, 20-30 metr bax belədir. Qardaşım bir dənə çək. Dəhlizimizi çək. İsti döşəmə, dəhlizimiz, hamam otaqlarımız. İsti döşəmədə hamamla ayağı yolsa ayrı-ayrıdır. Bir dənə çək xanımla ən sevimli otağını. Genişliyini görürsünüz də. Bir dənə polunu çək qardaşım. Polu burada düyünsüz poldur ya. Yəni 28 manat bunun kvadratı. Azad qardaşımız çəkilişi superdir. Xoşuma gəlir mənə. Bura bizim qonaq otağımızdır. Alçıpanı vurulub, divarlarını ağardacaqsınız əziz izləyicilərimiz. İsti polun üstünə kafel metlağınızı vuracaqsınız, qapılarınızı, aboyunuzu vuracaqsınız, girib yaşayacaqsınız. Tok sistemi, kombi sistemi, ya kombi xəttləri hamısı çəkilib. Özü də yəni ki, necə lazımdır. Özü üçün tikilib bu ev. Şəxsi yaşayış üçün tikilən evdir. Sadəcə qardaşımıza pul lazımdır, təcili. Ona görə bu qiyməti qoy. Qiymətini də deyirəmsə, bura ayağı yolsudur, bura hamamıdır. Bir dənə çorunu qapını çək qardaşım. Yəni, nazi diktisat salınmayıb, əməlli başı taxtadan çorunu qapımız. Burada evimizin 3-cü otağı idi. Qiymətimiz 70.000 manat əziz izləyicilərimiz. 70.000 manatdan real alıcıya. Qəşəng endirimimiz olacaq sahibi tərəfindən. Sənədimiz 2006-2007-ci ilin bələdiyyə sənədidir. Söhbət yoxdur, qaz sayğacı, işıq sayğacı, hamısı quraşdırılıb əziz izləyicilərimiz. Həqiqətən bu evi almağa tələsin. Həyəti böyük, əkmək, becərmək istəyən, yəni göyərti əkmək istəyir, ağac, nə istəyirsiniz bu həyətdə eləyə bilərsiniz. 6 sot az deyil əziz izləyicilərimiz. Səhifədə göstərilən, aşağıda göstərilən nömrə ilə əlaqə saxlayın. Bu günə bu qədər. Videonu bəyənib, kommunal da hamısı qoşuldu qardaşım. Səhifəmizə abunə olun, videonu da bəyənin. Bu günə bu qədər. Çox sağ olun, minnətdarım.